Deməli bu üstdəki yorum gəlib ki, heç maşın hədiyyə etmisənmi? Etməmişəm və etmək üçün də bir səbəb görmürəm. Tamam tez-tez maşın dəyişirəm, amma yəni mən maşını dəyişəndə onu niyə kiməsə hədiyyə eləyim ki? Mən onu hədiyyə etmək əvəzinə tərtəmiz maşınımı yəni satmışam kiməsə. Ya getmişəm qalereyaya satmışam, yəni məsələn Mercedes-i getmişəm, Mercedes-in aldığım yerdən, yəni onun filialına satmışam. Ya da ki, dost tanışdan əgər istəyən olubsa ki, çox vaxtda dost tanışdan ətrafa satıram. Bilirlər ki, mən nə qədər təmiz alanda o qədər didik-didik eləyirəm. Baxanda belə çox qəşəng baxıram deyə. Hamısını servis baxımından eləyirəm. Mütləq servis baxımı olur. Yəni mən özəldə gedib məsələn Mercedes-də Mercedes, Audi-də Audi heç vaxt gedib nə qədər qızıl stolu olsun, servisi varkən öz filialı mən gedib başqa yerdə düzəltdirmərəm. Bu qədər qəşəng baxdığım bir maşını mən niyə kiməsə hədiyyə eləməliyəm ki? Yəni mən onu daha sonra onsuz da mən onu birisinə satıram səhər ətrafında tanışıma. O deməkdir ki, elə o hədiyyə kimi bir şeydir. Gedib bugünkü gün təmiz bir maşını, hələ həkimdən bir təmiz maşını almaq asandıırmı? Yəni qızıl kimi bakımları, sənədləri alanda maşın verəm, o hədiyyə kimi bir şeydir, amma müftə verməmişəm, yox. Yəni müftə məncə vermərəm, yəni səbəb görmürəm. Bir səbəb olsa hə. Amma indiyə qədər çox hədiyyə eləmişəm, çox bahalı hədiyyələr də almışam, dosta tanışa. Amma heç vaxt maşın almamışam.